elə cənab Əzimi Qədimidən ki, aclıq aksiyasını keçirdi və çox çətin günlərdə idi. Ya demək, ağır bir durumda olan bizim dəyərli qardaşımız Tahir bəy Nəqəvi ki, keçən həftə danışdıq ki, hətta dərman üçün də getmişdi, amma ailəsinə, xanımına, uşağına xor baxdıqları üçün əslən dərmanın xeyrindən keçdi ki, bu qədər alçaqlığı qəbul edə bilməm, mən dərman olmaq istəmirəm. Bu dəyərli dostlarımızın yanında Araz Seyfxah, Bağır Hacızadə, Araz Amanzadə ki, 13 şübhələrin izindən verilibdir. Eyni halda Salih Tahir Əfşar, Vədud Əsədi, Səid Minai, Kamal Nuri, Süleyman Məhəmmədi, Murtəza Pərvin, böyük hünərməndimiz, Həsən İbrahimi, Vahid Əbhəri, Səyyad Məhəmmədyan, Kərəm Mərdani, bu tip dostlarımızın yanına bu və Kərim Boksə də izafələşdi. Kərim İsmailzadəni ki, tutmuşdular keçən həftə və onu da Təbriz zindanına aparıblar. İndi dəyişikli bahanalarla da icma təbaanıdan tutmuşdu, hakimiyyətə qarşı danışıqdan tutmuşdu. Amma bu həftə yenə deyirlər xanımları bunlar bu cür demək ki, fişar altı salmaları göstərki hərəkətimiz daha inkişaf edir ailələr içində və xanımlar daha ön səfə çıxmaqdadılar və bu da çox sevindirici idi. Demək, elə biz Fatma xanım Hacıyanını gördük ki, bunlar çalışdılar ki, tutsunlar biləsin və çağırmışlar, ehzar etmişlər. Eyni halda demək, bizim dəyərli xanımlarımızdan Sima xanım Əlipur ki, tutmuşlar biləsin, çağırmışlar, ehzar etmişdilər və çoxlu vəsiqə alandan sonra təzəlikdə biləsin buraxdılar. 400 milyon tümenlik vəsiqə almışlar biləsin. Nuriye xanım Luh, onu da Binaf şəhrində çağırıblar. Yəni bizim elə bu ki, xanımlar hərəkətə qovuşublar, var idilər, daha güclü səhnədə olmaları doğrudan çox umid verici bir məsələdir. Xanımlar oldular, yəni demək ki, ailə vardı, yəni demək ki, daha iş o qədər genişlənir ki, rejim bu işin qabağını ala bilməyəcəkdir və bizim üçün nəfəs gəlir. Və bu çox sevindiricidir ki, həm üzücüdür ki, dəyərli xanımlarımız həbsə çağırırlar, həbsdə olurlar, həm də sevindiricidir ki, xanımların daha rejimə qarşı açıq meydan oxumaqda ön səfdədirlər. Siyasi məhbuslarımız gündəlik elə tutub buraxmalar, ehzarlar elə davam edir. Amma bu maraqlı bir məsələ ki, bu həftə oldu. İcazə versəz mən ona bir işarə edeyim. Ümumiyyədə rejimi... Ona keçəcək, ona Mahmud bəy keçəcək. Bu məhbusları qutaraq ondan sonra. Məhbuslar da haqqında sözü yoxdur ki, tay. Yox, elə bu hududdaydı. Ondan sonra da söyləmək istədim. Ona sizə vaxt verəcəyəm geniş. Amma qoyun icazə verin, mən də məhbuslar haqqında danışım. Bir-iki dəqiqə. Dostlar, bizim və zadımız çox Məhəmməd Rza Fəqihi haqqında danışdı. Ağay Məhəmməd Rza Fəqihi çox gözəl insan, bizim Azərbaycanın milli hərəkətində o vəkillərdəndir ki, bu pərvəndələri bir insani olaraq və humanist bir insan kimi qəbul edirdi. Bizim vəkillərimizdən əvvəlin vəkili ki, bizdə zindana gedibdi Azərbaycan ittihamı ilə, Azərbaycanın milli hərəkətində Salih Kamrani idi. Düşdür Salih Kamrani əvvəlin vəkil idi ki, Şəmsi Təbrizə gəldi, vəkil oldu. Sonra mənim özümün vəkilim oldu. Abbas bəy Lisani cənablarının vəkili oldu. Ondan sonra çoxlu Azərbaycanın milli hərəkətində vəkalət. Bizim hamımızdan qabaq məndən sonra Ağay Zadın vəkili oldu. Rəhmətlik Əmaninin vəkili oldu. Əmanini çıxartmağına ikimiz getmişdik. O bahəm biririk də Təbrizin zindanına. Məni ağlamaq tutub, nə cür belə ağlayıram, mən bilmirəm, sevindicimdən. O hadisə indi də yadımdan çıxmır. Bir nəfər mənə dedi ki, bu məhbus sənin nəyindir? Deyim ki, mənim hessadım. Dedi, bir adam ki, hessadıdır, ona belə zad eləyər. Dedim, bu mənim hessadımdır, amma hər zadımdır. Başa düşmürəm səni. Dedim ki, ona görə ki, mənim milliyyətimi, mənim hüviyyətimi bu müdafiə edir.
Ondan sonra ikinci vəkili ki bizdə tutuldu, Ay Nəği Məhmud idi. Nəği Məhmudunu da burada salamlayıram. Nəği Məhmudi də bizim çox gözəl dostlarımızdan və yoldaşlarımızdan və böyük bir dahi insanlarımızdan və vəkillərimizdən. Üçüncü vəkili ki tutulubdur, Ağay Nəqəvidir. Ağay Tahir Nəqəvi bizim milli fəallarımızdandır. Məqaləsindən, zadınla. Mən onun üzvə-üzü görməmişəm və tanımıram da. Amma onun yazılarını həmişə izləyirdim. Onun o hətta Pezeşkiyanla görüşü, Pezeşkiyana ana dilin demək, onun oğlu Pezeşkiyanın qabağında şeir oxumağı, filanı zadı hamısı. İndi ona da azadlıq arzu edirəm. Məhəmməd Rza Fəqihi bizim 4-cü vəkildir ki, indi tutulur. Yəni bu çox həmiyyətli bir mövzudur ki, Azərbaycanın milli fəallarını bir dənə vəkil tapıla, belə müdafiə elə, gələ onların haqlarını, bunlar hamısı görürsünüz. Mənim mənzurum budur ki, o vəkillər ki, Azərbaycanın milli hərəkətinin uşaqlarına, fəallarına vəkil olurlar, belə faciə ilə üzbə-üzdürlər. Görürsünüz. Ona görə heç vəkil, əlbəttə bir iki dənə də vəkillərimiz, iki dənə vəkil adları yadımdan çıxdı. Onların Təbrizin o hadisə zənzindəki Azadidə ki, amar vermişdilər. Biri də Kanun-u Vükəlayı zadın. Onların Mahmud bəy yadındadır o adları. Əgər adları iki nəfəri ki, Təbrizdə bu son zamanda getdilər zindana, o zənzindəki Azadidə ki, bunlar tutdular, həbs elədilər. Onlar yadındadır adları. Allah çox tutulub, dəqiq bilmirəm hansılardıysa. Vəkil, iki dənə vəkil ki, Təbrizdə amarın vermişdilər, amarı verdilər, ona görə tutuldular, elədilər. Hər halda onlardan üzr istəyirəm ki, mən onların adı, hətta birinlə mən müsahibə də elədim. Bunlar indi xaricdə yaşayırlar, sağ olsunlar, onların adları üzr istəyirəm, o qədər məşğələ vardı ki, yadımızdan çıxıbdı. Onlara da eşq olsun ki, onlar da gözəl hərəkət elədilər. Bu bizim zindanlarımızın taleyidir. Tahir Nəqəvinin xəstə ailəsinə hücum eləyirlər, o hücumu millət qabağını alır, filan eləyir, Behman Kərim boksör, o cür filan, bunlar son çatdadırlar. Amma bir keçək ki, İranda nə baş verir, nə olur? Müharibə ciddidir, müharibə vəziyyət ciddidir. Nə olub? Ay düşdür Yahyaya. Amma xahiş edirəm, biraz çünki qonağımız da vardı. Qıssa tabi sizə bir... İttifakən çok sağ olun Süleyman. Zaten Mahmud Bey Bilgin'in söhbətləri zaten geçen ilin demək olar bilançosu bu idi. Geçen ildə hadisələrin təkmiliydi ki, yani geçen il ağır bir il idi. Məhbuslarımız da bunu gösterir ve aynı zamanda ekonominin de zaten bozukluğunu biz 45-50 dakika üstünde durduk ve o miras indi geçti bu ile sabahtan. Gösterilir ki çok ağır günler yaşanır ve son haftalarda da hatta savaş ve muharebe sesleri de eşidilir. Yani sanki de bu gün yarındır ki hatta İran'a da hamd eləsinlər. Çünkü artık ben bunu ciddiye almadım özüm. Deyirdim İran'a hamd olmaz. Ama vaqiyyət budur ki görünen o şeyler bir şeylerle hazırlanırlar ki İran'a saldırsınlar. Bunu hardan deyirəm? Bunu oradan deyirəm ki ağır paygahı ki İran'ın var idi. O niyabəti gücləri dediğimiz niyabəti güclərdən elə axırıncısı Housilər idi Yəməndə. Housilərin vurulması ve Həşd Şəbinin Irak'ta təqribən artıq yok olması, Həşd Şəbi kamilən Erteş Irak'ın kontrolüne geçip onların fəaliyyətində qabağa alınıb. Artık yani herhangi bir şey yok ve dediğim kimi Ağay Trump'ın da geçen hafta danıştığı bir söze göre 3-4 cümleden danıştı. Dedi ki
her tir ki, her güllə ki Yemen'de atılırsa biz İran hesabına koyacağız ve bir de biliyorsunuz ki büyük gemileri, hatta muharebe gemileri yavaş yavaş Orta Doğu'nun yolunu alıplar. Yani belki bir iki, üç hafta içerisinde Orta Doğu'da yerleşecekler. Yani savaş, muharebe bir gelip kapıya. Ve ama bunun yanında da İran da neyiniyor? İran da bütün telaşını ediyor ki bunun qabağını alsın. Bir elə deyir, bir belə deyir. Ağay Xamenei deyir ki, xeyr. Hani qədimci sözün deyir. Nə müzakirə elərik, nə sülh elərik. Nə gəng olacaq, nə müzakirə olacaq. Amma görünən o ki, bu gün bir nəfər Emiratdan gedib Amerikaya bəllidir ki, peyam götürüb İrandan. Çünki İsrail gün ağay Irakçı getdi Emirata. Bəllidir ki, bir peyam aparıb. O da bu gün getdi Amerikaya. O da göstərir ki, bu ya İrandan bir peyam göndərilib Amerikaya. Yani bilirsiniz Trump'ın yazdığı mektup bir hafta zaten xeyr biz belə mektup almadık dediler. Sonra dediler aldık üstünde düşünəcək, fikir bildirəcək falan məhman. Ama vaqiyyət budur ki İran da bütün çabasını gösterir ki bir muharebe çıkmasın. Gerçi deyirlər, bilmem Ağay Selami Fərmanda İstifa inşa oxuyurdu. Onu zaten bir işi inşa oxumaqdır. Elə hər ikidə bir bilmem bu kelimeleri hardan tapır. Güzel inşa oxuyur. İndi kim yazır ona verir onun eline? Mahmud Bey vağən inşa oxuyur ha. Yani bir nizami bir Fərmandanın danışığına benzəmir onun danışıqları. Yani tamamen inşa oxuyur. Ve bir de elə yine söhbətlər budur ki bizi vursalar biz de vururuq. Belə eləsələr belə elərik. Ama vaqiyyət budur ki İran biraz kabul eləyir ki biraz mesela temkin eləsin. Biraz vəziyyət çox gərgindir. Çox gərgindir. Belə bir gərgin vəziyyətlə biz 1404'ü başlayırıq sabahdan. Bəli. Bunun bir şeyinde diyeyim ben çok danışmayayım. 1403'te olan bütün o hadiseler, susuzluk, gazsızlık, bergsizlik bunun üstüne bir şey eklenir ki hamıdan xətərnakdır. Ve o da susuzluktur. Səttlərdə su miqdarı bazı yerlerde 6% inib. Yani bir iki hafta içerisinde belki susuzluk felakete tebdil olabilir. Yani bu da gösterdi ki vilayet fərqi bu memleketi idare edilmir. Bu memleketi idare edilmediği için de kişi kimi de koymuyor. Demir ki milletler yarın bura müştereken bu memleketi idare ediyor. Yap güzel yolu. Hani diyebilirsiniz ki sen ne önerirsen ben bunu öneririm ki böyle açıkça milletlerden davet oluna yani İran'da yaşayan milletlerden gelin müşterek bir hükümet kurula ve bu müşterek hükümetle bu memleket idare oluna. Biz idare edilmedik. Biz bu memleketi başaramadık. 46'dan sonra bu felakete zadladık. Hiç olmasa hele Azerbaycanlılar ki bilirsiniz hem tedat çoktu hem de Azerbaycanlıların hem insani cihetten kuvvetlidirler. Hem müdüriyet cihetinden hem təhsil cihetinden bütün potansiyelleri vardı Azerbaycanlıların ki bir müşariketle obursu milletlerinden belki refahı aramışı bu memlekete getirebilirler. 1404 ili çok çetin olacak. Ben dün akşam bir makale koymuşam. Orada yazmışam. O bədbəxtlik, yoksulluk falan bəhman. Bu her yer bunların hamısı bir de gelen il korkunç bir il olacak. Korkmalı bir il olacak. 1404. Onun için indidən artıq büyük bir felaketin insan istəmir ilin başında belə bir şey versin. Ümidlə hamımız yaşayırıq. Ama ne yazık ki çok çetin günler gözləyir. Çox sağ ol Aydüşdür. Əlbəttə o su haqqında 60 milyon metr mükəb o məsul ki müsahibəsində deyibdi və zadın məsuludur. Suların məsuludur. Yəni Abdariyə Tehranın 5 dənə səddin 60 milyon metr mükəb
suyu vardı. Çox maraqlıdır. Yəni deyirlər ki, Bəli. bir ay görməz o su. 2 həftə, 3 həftə şayad görə bilər. Yəni faciə ilə Tehran üzbəüzdür. Bəli. Amma bir dənə mövzu vardı Mahmud bəy, qoy ki, keçək sizə. Siz bilirsiniz ki, bizim kültürümüzdə, mədəniyyətimizdə Novruz bizə aid olan, yəni türklərə aid olan bir adət, dəbdəbə və ənənədir. Ki, Sultan Məhmud Qəznəvi zamanında bu üzə gəlibdi, şayad ondan qabaq da olsa, amma o rəsmi bir bayram kimi bunu zad edib. Bizim 4 dənə çərşənbəmiz vardı. Çarşənbə suru ki, farsda deyir, çərşənbə 4 dənə bizim çərşənbəmiz. Od, su, külək və ilin axır çərşənbəsi isə od çərşənbəsi deyirlər. Yəni bax bu. Həmişə bizim adətimiz, dəbdəbəmiz, ənənəmiz bununla zad olubdur. Amma indi sizin elə bölgədə, qoy deyəsiz, yəni bizim Azərbaycan qərbidə bölgədə və hətta Kirmanşaha zada da gedibdir, çıxıbdır. Yəni bu kürdlər indi başlayıbdılar bunu mənimsəməcə. Deyirlər ki, bizimdir. Eybi yoxdur, mənimsəsinlər. Amma bundan əbzarı siyasi kimi istifadə edirlər. Bax, bunun dalında, arxasında nələr vardı? Siz öyle o bölgənin adamısınız. Hətta çox kürdlərin ailələrinin çoxunu da tanıyırsınız. Bax, bunun arxasında nə vardı? Xahiş edirəm, buyurun. Çox elə